Hər şey bir payız səhəri başladı. Kiçik addımlar, böyük çantalar, həyəcan dolu baxışlar. Bir sinif otağı, içində yazılacaq yüzlərlə xatirə ilə boş idi o gün. İlk zəng çalındı. Həyatın ilk cümləsi yazıldı o dəftərlərə. Qələmin ucu nə qədər titrəyirdisə, ürəklər də o qədər həyəcanlı idi. Zaman keçdi. Payızlar qışa döndü. Qışlar yavaş-yavaş yaz oldu. 4 mövsüm, 4 sinif. Hərəsi bir dönüş nöqtəsi. O bənövşəyi qələmlə yazılan uşaq arzuları indi yavaş-yavaş ciddiləşməyə başlayır. O kiçik qələbələr, alınan ilk 5, oxunan ilk şeir, səhnəyə ilk çıxış, hamısı bir zirvəyə aparan pillə oldu. Gözlərdəki o ilk utancaqlıq indi yerini inama verir. Müəllimlərin gülümsəməsində səssiz bir fəxr var. Onlar danışmır, amma hər baxış sən artıq hazırsan deyir. Valideynlər baxır, bu uşaq doğrudan da böyüyüb deyə fısıltı keçir könüllərindən. Və biz, kənardan izləyənlər, şahid oluruq bir başlanğıcın sonuna. Çünki məktəb sadəcə bilik yeri deyil. Məktəb, xatirələrin doğulduğu, arzuların ilk nəfəsini aldığı yerdir. Bəzən bir ana qədər şəfqətli, bəzən dost qədər səmimi, bəzən ilk eşq qədər saf. İndi isə yeni bir səhifə çevrilir. 4-cü sinif. Sən getdin. Amma ardınca çox şey buraxdın. Gülüşlər, çəkilən şəkillər, son zəngdə gizlədilən göz yaşları. Bütün bunlar bir hekayədir. Adı uşaqlığın ilk